Bu videomuzda sizə sadə dillə dişlərimiz haqqında izah verəcəm. Dişlərimiz alt və üst çənə sümüyümüzün üzərində yerləşir. Gəlin bir-bir diş növlərimizə baxaq. Baxın, bu ortadakı 4 diş kəsici dişdir. Həmçinin alt çənədə də 1, 2, 3, 4. Ümumi 8 kəsici dişimiz var. Kəsici dişin yanında olan bu diş köpək dişidir. Baxın, kəsici dişin tam yanında köpək dişi. Ağzınızda baxsaz ucu biraz sivri olan, həmçinin burada da bir köpək, üst çənədə 2, alt çənədə də 2. Baxın, 1 və 2. 4 köpək dişi. Köpək dişinin yanında 2 ədəd kiçik hazı burada, ikisi burada. Ümumi 4 dənə, alt çənədə də həmçinin 4 kiçik hazı, ümumilikdə 8 kiçik hazı dişimiz var. Kiçik hazı dişlərimizin də yanında 1, 2, 3 böyük hazı dişimiz. Burada da 3 dənə, 6 dənə üst çənədə, 6 dənə də alt çənədə, 12 dənə böyük hazı dişimiz var. Və bu dişlərin hər birinin işi nədir? Kəsici dişlərimiz qidanı qopardır. Köpək dişlərimiz tutub saxlayır, azı dişlərimiz də xırdalamağa xidmət edir. Bu təbii ki, yetkin insanın ağız boşluğu, yəni 16 yaşdan yuxarı olan bir insanın ağız boşluğunda olan diş sayıdır. Və təbii ki, süd dişlərimiz var. Süd dişlərimiz 6-7 aylığımızda çıxır. Daimi dişlərimiz isə 6-12 yaşında. Süd dişimizin sayı 20 ədəddir və böyük hazı dişi olmur süd dişlərimizdə. Baxın, bu 1, 2, 3 bu dişlər böyük hazı dişlərimiz süd dişlərində olmur. Baxın, 32-dən bu 12 böyük hazına çıxıram, 20 dişimiz olur süd dişimiz olaraq. Və bizdən soruşa bilər, testlərdə soruşulur, ontogenezdə bir dəfə çıxan diş, neçə dişimiz ontogenezimizdə bir dəfə çıxır. Böyük hazı dişlərimiz bir dəfə çıxır. Amma baxın, kəsici diş, süd dişlərimiz tökülür axı, yenidən kəsici diş çıxır. Həmçinin köpəkdə, kiçik hazıda bir dəfə çıxan böyük hazı dişləridir. Və bizə sual verə bilər ki, 16 yaşlı insanın ağzında neçə diş var? Deyəcəyik 28. Nəyə görə? Çünki baxın, bu ağıl dişimiz 1, 2, 3, 4, bu sonuncu olan diş, ağıl dişimiz 16 yaşından sonra çıxır. Və təbii ki, dişlərlə bağlı ən çox soruşulan suallardan biri də qonşuluq. Yalnız öz diş növü ilə qonşu olar, hər iki tərəfdən öz diş növü ilə qonşu olan diş testlərdə düşür. Yalnız öz diş növü ilə qonşu olan dişimiz 12 ədəddir. Baxın, 1, 2, bu kəsici dişlərimiz, buradan kəsici, buradan kəsici. Həmçinin bu dişdə, burada öz diş növüdür, burada da. Və bu böyük hazı dişimiz hər iki tərəfdən böyük hazı, burada da həmçinin. Və bu sonuncu ağıl dişimiz hər iki tərəfdən, daha doğrusu bir tərəfdən öz diş növü ilə qonşudur. Bura boşluqdur. Baxın, mavi ilə işarələmişəm. 1, 2, 3, 4, 5 və 6. 6 alt çənədə, 6 da üst çənədə. Üst çənədə ümumilikdə 12 dişimiz yalnız öz diş növü ilə qonşudur. Və soruşa bilər, hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişimiz 4 dənə kəsici, 4 dənə də böyük hazı. Burada baxın, yazmışam ağıl, burada ağıl dişini götürmə. Nəyə görə? Çünki deyir, hər iki tərəfdən ağıl dişinin bu tərəfində diş yoxdur axı. Ona görə bunu götürmürəm. Yaşılla işarələmişəm. 1, 2, 3, 4 dişimiz alt çənədə, 4 dişimiz də üst çənədə hər iki tərəfdən öz diş növü ilə qonşudur.